Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün də sertifikasiya düşən bir neçə sualın izahı ilə gəlmişəm. İlk öncə onu vurğulamaq istəyirəm ki, Coşqun Namazovun hal-hazırda yenilənmiş 3-cü nəşr kitabını müsahibə üçün nəzərdə tutulmuş bu kitabı əldə edin. Bu kitab müsahibəyə qədər sizin yardımcı kitabınız olacaq, stolüstü kitabınız olacaq və mən deməzdim ki, müsahibədən sonra ehtiyac olmayacaq bu kitab. Bu kitab il boyu da tədris ilində də sizə lazımlı kitabdır. Həm mən deyərdim ki, icmalın yazılmasında müəyyən terminlərdən istifadə üçün, həm də dərsin gedişatında bu kitab sizə böyük köməyi dəyəcək. Əldə eləyin mütləq şəkildə. Gəlin başlayaq suallarımızda. Elə ikinci sualdan davam edəyim. Deyir, təlimdə bərabər imkanları necə yaradarsınız? Qısaca deyək, dar çərçivədə. Şagirdlərə ayrı seçkinin qoyulmaması, yəni hər kəsə eyni yanaşaram, hər kəsə eyni yanaşmağa çalışaram, daha sonra təlimdə bərabər imkanların yaradılması üçün sinifdə sualların çətinlik dərəcəsini gözləyərəm. Sual verilsə ki, sinifdə çətinlik dərəcəsini nə cür gözləyərsən? Bunun üçün idrak taksonomiyasının səviyyələrinə diqqət yetirirəm. Gəlin baxaq görəyim bunun taksonomiyasının səviyyələri hansıları idi? Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq. 6 dənə səviyyəsi var. Sualların çətinlik səviyyəsini saxlayaram. Bu zaman hər kəsə bərabər yanaşıb təhsildə hər kəsə bərabər imkanlar yaradaram. Hər bir şagirdə sualların çətinlik səviyyəsinə uyğun suallar hazırlayaram. Qısaca bu danışdıqlarımızı ümumiləşdirsək, hər bir şagirdə çətinlik səviyyəsinə uyğun suallar vermək lazımdır və bunun üçün də sualları hazırlayarkən Bloom idrak taksonomiyasından istifadə etmək lazımdır. Və daha sonra hər bir şagirdə fərdi və fərqli yanaşıb diferensiallığı gözləmək lazımdır. Digər sualla davam edək. Sinifdə şagird yönümlü təlimi necə formalaşdırarsınız? Sinifdəki şagirdlərin maraq və tələbatını nəzərə almaqla dərs prosesində şagirdlərin də aktiv iştirakını təmin edirik. Müzakirədə şagirdlərin də fikirlərini öyrənirik. Şagirdlərin fikrini ön plana çəkirik. Məsələn, müzakirə prosesi təşkil edirik və burada şagirdlər də aktiv iştirak edən tərəf olurlar. Dərsi interaktiv qaydada qururuq. Sual yaranır ki, interaktiv dərs nədir? Yəni, şagirdlər burada pasiv dinləyici olmurlar, aktiv olurlar. İnteraktiv iş üsullarından istifadə edirəm, şagird yönümlü təlimi formalaşdırıram. Yəni, biz interaktiv dərsi yönləndirmək üçün mütləq şəkildə interaktiv iş üsullarından istifadə etməliyik. Müəllimlər, nəzərinizə çatdırım ki, kanalımıza abunə olmağı və canını bəyənməyi unutmayın. Davam edək. Valideynləri təlim prosesində necə cəlb edirsiniz? Sualına biz necə cavab verə bilərik? Valideyni daim övladı haqqında baxın, müsbət məlumat verərək. Daim övladı haqqında müsbət məlumat verərək. Məsələn, övladının təhsildə uğurları, sinifdəki irəliləyişi, formativ qiymətləndirmə, yüksək və bu formativ qiymətləndirmədə əldə etdiyi yüksək nəticə, qabaqcılığı haqqında daim valideynlərə məlumat ötürürük və bu zaman valideyni də dərs prosesinə cəlb edirik. Valideynin cəlb olunduğu dərs prosesi daha səmərəli təlim prosesi adlanır. Əgər bir təlim prosesində valideyn də iştirak edirsə, deməli o təlim prosesi daha səmərəlidir. Davam edək. Mən deyərdim ki, 4-cü sual elə 5-ci sual onun ardıdır. Baxağın, valideynlə nə zaman əlaqə yaradarsınız? Valideynlə xüsusi bir əlaqə yaratmağın vaxtını gözləmərəm. Bax, yenə də deyirik ki, mən daim valideynlə əlaqə yaradaram. Bunu hansı formada həyata keçirərsiniz, sual yaranarsa, sualı çıxarsa ortaya, şagirdin müsbət nailiyyətləri haqqında, təhsildə yaxşı davranışı, yaxşı qiymət alması, irəliləyişi haqqında valideynlərə məlumat verməklə. İndi buradan bir əlavə sual çıxar ki, ancaq yalnız mı müsbət məlumat veririk biz valideynə? Yox, varsa əgər mənfi durum, bunu da mütləq şəkildə
olduğu halda valideynlə əlaqə yaratmaq lazımdır. Bir daha xatırladıram müəllimlər, kanalımıza abunə olmağı və canını bəyənməyi unutmayın mütləq şəkildə ki, digər çəkilən videolarda sizin səhifənizə gəlib düşsün. Şagirdi 6-cı sual. Şagirdi sinifdə şəxsiyyət kimi formalaşdırmaq üçün nə edirsiniz? Bunun üçün ilk öncə şəxsiyyət anlayışını yada salmaq lazımdır. Baxaq görək şəxsiyyət nədir? Şəxsiyyət idrak, ünsiyyət, psixomotor bacarıqlara sahib, özündə milli bəşəri dəyərlərə sahib bir insandır. Digər tərəfdən isə cəmiyyətdə düzgün mövqe tutan, insani keyfiyyətləri olan, vətənini, millətini sevən, insanlara yaxşı nümunə olan, hər kəslə ünsiyyəti, əməkdaşlığı bacaran şəxsdir. Qarşımızdakı şagirdi şəxsiyyət kimi formalaşdırmaq üçün nə etməliyik sualı yaranarsa, qruplarla iş üsulundan istifadə edərəm mütləq şəkildə. Çünki qruplarla iş üsulunda ünsiyyət, əməkdaşlıq var. Daha sonra mükafatlandırmaq və mənfi cəhətlər. Bəs bunlar nədir? Hansısa şagirdə yaxşı davranış gördükdə onu mükafatlandırmaq olar. Hansısa mənfi davranış gördükdə isə bunun mənfi nəticələri nə ilə sonla biləcəyini şagirdə izah etmək lazımdır. Yüksək ideyalara sahib olmaq da var. Bəs bu nədir? Sual yaranarsa, şagirdlərə özlərində yüksək dəyərlər daşıyan insanları misal göstərib, onların izi ilə getməyə başa salmaq, məsələn, Heydər Əliyev, İlham Əliyev, Məmməd Əmin Rəsulzadə, Polad Həşimov, Hacı Zeynalabdin Tağıyev, bu müəllimdən müəllimə, fəndən fənnə bu şəxsləri dəyişmək də təbii ki, olar. Və sinifdə daim müzakirələr təşkil etmək olar, debat üsulu, müzakirə xəritəsindən istifadə etmək olar, əxlaqi dəyərlər mövzusunda daim müzakirələr aparmaq olar. Bu üsullar vasitəsilə şagirdlərimizi şəxsiyyət kimi formalaşdırmaq olar. Müəllimlər, bir daha qeyd eləmək istəyirəm ki, mütləq şəkildə, baxın, mənim burada izah verdiyim bütün nümunələr bu kitabda öz əksini tapır. İzah verdikcə kitab sizin əlinizin altında olsa daha rahat olacaq. Orada qeydlərinizi aparacaqsınız. Və yaxud da bir var ki, burada izləyirsiniz, bir də var ki, kitabda mən danışdıqca izləyəcəksiniz. Coşqun müəllim danışdıqca izləyəcəksiniz və kitab sizə mütləq şəkildə əlverişli olacaq. Əldə etməyi unutmayın. İnşallah ki, gələn dərslərdə görüşəcəyik.